Senden ayrılandan sonra nəyə görə o yeni münasibət qura bilmir? Salam mənim gözəl, mənə dəstək olan komandam, hər vaxtın xeyirli olsun. Gəl baxaq, görək səndən sonra niyə öz şəxsi həyatını xoşbəxt qura bilmir? Birinci görə onun fikri nədir? Bununla bağlı çox pis fikirləridir, çox çətin fikirləridir. Yatanda, oyananda ağrılıq çoxdur. Elə bir ki, bu peşmançılıq çəkir. Elə bir ki, bu sənə qarşı elə bir ki, fikirlərində ağrılıq var da. Bu ağrılığı bitirmək istəyir, amma gedikcə nabarot ağrılığı onun üstə daha da ona çətinlik verir. Hissləri nədir? Onun hissləri burada belədir ki, sən çox vacib bir insan olmusan bunun həyatında. Səndən ayrılandan sonra bunu başa düşüb də. Yəni səndən ayrılandan sonra bunu başladı hiss eləməyə ki, sən çox vacib bir insan bunun həyatında, çox doğma bir insanın onun həyatında və hərdən birdən bu səni görür. Yəni onun hisslərində var səni görmək. Bəlkə internetdən bağlıdır, sən bəlkə WhatsApp-da zətdə də. Ya da ki, yaxın yerdə bir yerdən yaşayırsınız. Səni bu insan görür. Səni gördükcə o daha özünü çox pis hiss edir. Daha özünü itki kimi də, yəni özünü elə bir itirib bu həyatda. Bax belə hiss edir. Özünü belə hiss edir və çox çətin olur ona. Mənə isə şəxsi baxış üçün əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-dan bitən WhatsApp və Max nömrəmdir. Yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan ki, mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Yəni belə bir hisslər, elə bir vacib bir insanı itirən kimi hisslər yaşadır. Və nəyə görə münasibət qura bilmir? Münasibəti ona görə qura bilmir ki, başqa insanlarla, məsələn də, başqa kimlə münasibəti qurmağı çalışır, o münasibətdə özünü tapa bilmir. Yəni sənlə olan münasibətin gücünü, sevgini, rahatçılığı başqalarda bunu tapa bilmir. Ona görə də bu münasibəti başqası ilə hələ ki qura bilmir. Yolları elə bir qarışıqdır, elə bir ki, yollarında pastayan nəysə mane olur. İstədiyi kimi tapa bilmir insanı. Xeyirli olsun, mənə dəstək olan komandama.